Salam müəllimlər və müəllim olmaq istəyənlər. Mən kurikulum təlimçisi Xalidə Əbizzadə. Bugün sizlər üçün daha yeni bir mövzunun, bir nəzəriyyənin izahını verəcəm. İzaha keçmədən öncə xatırladım ki, dərslərdən əgər razısınızsa, davamının gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı və mövzu izahlarını bəyənməyi, şərh yazmağı unutmayın. Keçək mövzumuz stimula cavab nəzəriyyəsidir. Deməli, stimula cavab nəzəriyyəsi Trondike'ın nəzəriyyəsidir. Bu nəzəriyyə öyrənmənin cavab və stimul arasında əlaqə vasitəsilə baş vermə prinsipinə əsaslanır. Bu nə deməkdir müəllimlər? Deməli, öyrənmə, stimul və cavab arasında əlaqələrin möhkəmlənməsinin nəticəsidir. Bu nəzəriyyənin də 4 əsas prinsipi var. Birinci təsir qanunu, ikinci hazırlıq qanunu, üçüncü məşq qanunu, dördüncü isə çoxsaylı reaksiyalar qanunu. İlk öncə təsir qanununun nə olduğuna baxaq. Təsir qanunu odur ki, hər hansı bir müsbət nəticədən sonra mütləq bir şagirdə stimul vermək lazımdır. Stimul verəndə də həmin göstərilən nəticə təkrarlana bilir. Misal üçün deyək ki, hər hansı bir şagird birinci yarım ildə yüksək nəticə göstərir, biz onu mükafatlandırırıq. İkinci yarım ildə də həmin nəticənin gözlənməsi mümkündür. Yəni, təkrarlanması üçün, təsir edilməsi üçün müsbət stimullardan istifadə etmək lazımdır. İkinci hazırlıq qanunudur. Bu nə deməkdir? Öyrənmə o zaman deyir təsirli olur ki, şagird ona hazır və həvəsli olsun. Bu da o deməkdir ki, müəllimlər, şagird öyrənməyə əgər hazır deyilsə, biz nə qədər izah etsək də, nə qədər başa salsaq da, nə qədər çalışsaq da öyrənmə baş verməyəcək. Şagird özü həvəsli olmalıdır. Öyrənməyə həvəsi, istəyi olmalıdır. Yəni bir sözlə şagird özünü hazır hiss etdiyi mühitdə öyrənmə baş verə bilər. Üçüncü məşq qanunudur. Deməli, məşq qanununda da deyilir ki, öyrənmə təkrar və məşq yolu ilə baş verir. Bu da aydın məsələdir ki, biz hər hansı bir informasiyanı, bir məlumatı öyrənəndə onu təkrarlayırıq, məşq edirik ki, yadımızda daha da möhkəm qalsın. Dördüncü çoxsaylı reaksiyalar qanunudur. Burada da söhbət nədən gedir? Öyrənmə reaksiya ilə stimul arasında əlaqələrin gücləndirilməsi ilə baş verir. Bu nə deməkdir müəllimlər? Öyrənəndə şagirdə müsbət reaksiya versək, şagird bu reaksiyalar vasitəsilə daha da üst pillələrə çıxa bilər. Misal üçün deyək ki, hər hansı bir şagird bu gün dərsə yaxşı cavab verir, bir jest, bir mimika, kiçik bir gülümsəmə ona stimul verə bilər. Deməli, prinsiplər haqqında da bu qədər müəllimlər. Unutmayaq ki, bu nəzəriyyə psixologiya sahələrinə əhəmiyyətli təsir göstərmiş bir nəzəriyyədir. Həmçinin Skinnerin operant şərtlənmə, Albert Bandura'nın sosial öyrənmə nəzəriyyəsi kimi bir sıra öyrənmə nəzəriyyələrinin də inkişafına təsir göstərmiş bir nəzəriyyədir. Bu qədər müəllimlər, ümid edirəm ki, izah sizin üçün faydalı oldu. Faydalı olduysa, şərh bölməsində öz fikirlərinizi bildirməyi unutmayın. Və kanalımıza abunə olmağı, kanalımızın linkini maksimum paylaşıb dəstək ola bilərsiniz. Sağ olun müəllimlər, özünüzə yaxşı baxın.